mən uşaq olanda belə deyildi. Əlilliyi olan şəxslərin cəmiyyətdə öz yerini tapması, eləcə də təhsil almasında bir sıra çətinliklər var idi. Bu gün isə inklüziv təhsil sayəsində hər kəs üçün bərabər imkanlar yaradılıb. Hazırda mənim olduğum sinif də bunun bariz nümunəsidir. Bu gördüyünüz bizim balaca dostumuz Ömərdir. O, mənə öz uşaqlığımı xatırladır. Çünki həkimlər Ömərə də mənim kimi uşaq serebral iflic diaqnozu qoyublar. O da mənim kimi həyatda mübarizə aparmağı və öz ayaqları üstündə durmağı seçib. Hazırda Ömər 247 nömrəli tam orta məktəbin inklüziv sinifində təhsil alır. Məktəb mənim ən sevdiyim yerdir və çox sevdiyim yerdə könül müəlliməyə ümumi xüsusi təşəkkür bildirmək istəyirəm. Məktəbə böyük həvəslə gələn Ömərin sevdiyi bir neçə fənlər də var. O, xüsusilə maraq göstərdiyi dərslərdə daha fəal olur, müəllimlərinin suallarını cavablandırmağa çalışır və yeni biliklər öyrənməkdən böyük zövq alır. Coğrafiya, Azərbaycan dili, İngilis dili, riyaziyyat, bir də texnologiya. Bu sinifdə fərqli imkanlara malik uşaqlar birlikdə oxuyur, öyrənir və bir-birindən güc alırlar. İnklüziv təhsil isə yalnız bilik vermir. Eyni zamanda anlayış, hörmət və bərabərlik kimi dəyərləri də aşılayır. İnklüziv sinif təkcə fərqli xüsusiyyətlərə malik olan uşaqların bir yerdə təhsil alması deyil, həm də onlar arasında qarşılıqlı hörmətin, anlayışın, mərhəmət hissinin formalaşdığı bir mühitdir. Burada uşaqlar artıq bir-birinə dəstəyi, o fərqlilikləri qəbul etməyi öyrənirlər. Həmçində biz Ömər və Rahim üçün inklüziv sinif olduğu üçün fərdi tədris planları hazırlamışıq ki, burada onların hansı çətinliyi varsa, o çətinlik üzrə il boyu o həmin çətinlikləri aradan qaldıraq. Həmçinin sinifdə də loqopedik dəstək var ki, həmin uşaqlarla xüsusi məşğul olurlar. Bundan başqa bizə Elm və Təhsil Nazirliyi tərəfindən də əlavə vəsaitlər göndərilib ki, dərs zamanı və dərsdən kənarda onlardan istifadə edirik. Ömər üçün dərslər sadəcə öyrənmək deyil, həm də özünü inkişaf etdirmək, bacarıqlarını göstərmək və gələcəyə doğru addımlamaq deməkdir. Müəllimlərinin, sinif yoldaşlarının və ailəsinin dəstəyi isə Ömərin həyatını daha rəngarəng və maraqlı edir. Ömər birinci tərpənəmirdi, qalxamırdı, özünü saxlayamırdı. Reabilitasiya mərkəzinə gətirəndən onu ayağa qalxızıblar. İndi 4 ildir ki, Ömər yeriyir. Ömərin indi 8 yaşı var. Bir il onu məktəbinə gecikdirdik. Yoldaşlarından, taytuşlarından geri qalmasın deyən dedik ki, həm məktəbdə oxusun, həm eyni zamanda da reabilitasiyada müalicəsini davam eləsin. Məktəbə də gələnlər çox sevinir məktəbi, yoldaşlarına yaxşı, mehriban davranır. Balaca dostumuz Ömər həmyaşıdlarına özünə məxsus şəkildə səslənməyi də unutmadı. Əziz balaca dostlarımıza demək istəyirəm ki, dərsləri yaxşı dinləsinlər və dərslərini yaxşı oxusunlar ki, əllərində bir məslək, peşə alınsın. Şagird davranış qaydalarının tətbiqində nümunəvi davranışına görə İskəndərli Ömər Arifoğlu 3 yaşlı kartla rəğbətləndirici üçün tərtib edilir. Ömər üçün məktəb sadəcə dərs yeri deyil. Bura onun dostları ilə ünsiyyət qurduğu, yeni biliklər qazandığı və gələcəyə doğru inamla addımladığı bir məkandır. Əngəlsiz dostumuzun iradəsi bizə bir daha xatırladır ki, insanın ən böyük gücü onun inamı və mübarizə ruhudur.